Dani, ¿Sí? you medicamento esto, where is, what esto medicamento, today after esto finish. Sí, Mi, este medicamento sí es good for me. no, esto medicamento good, Sí, esto help you. sí, help me. O sea, help me poquito. Finish medicamento, sigue, el dolor continue. Ha, Sí. indi düzəldi Brad. Yes. Siz çox yaraşıqlısınız. Özüm haqqında Brad heç vaxt elə düşünməmişəm, inanırsan? Mən şəxsən qız olsaydım səhərə gələrdim. Prosta bəlkə elə məsələ orasında. Qızlar mənə görürlər, elə oğlan olsun. İstəyərdim sevgilim o mənim qocam ingilis dilini təmiz bilsin, qovgüləşçisi olsun. Gözlə adam yığılsın, sonra tərəfləyərsən. Hə, Brad, Rauf kursdan danışır, hə, Brad. İstəyirəm, Brad, birinci kursu nətər başlayayım. Həmişə enentatla başlamışam. Mənim ən sevdiyim Allahın adlarını çəkmə, Brad. Hə, indi Brad, mənim vecimə də deyil, Brad. İndi C ilə Mən başlayacağam. vecmədir. Qulaq as, Brad. İndi C ilə başlayıram. C, M, D. C, M, D. Bildin, Brad? Hə, Brad, zordur. Bildin nədir C? D-nın qardaşı C-nı deyirəm, Brad. Hə? Eyni şeydir də, C-la da eyni şeydir, Brad. Yox, C-la E, Brad. C-la E. E-la C eynidir də, Brad. Prosta burada yayğın olanı C-dır. Azərbaycanda zətdə E-dir, burada əsas C-dır. Amma eyni funksiyadır da ikisi də. Sən orada Lüboy tapdığın onsuz da buradan bir 10 dəfə keyfiyyətli olacaq. Qaqa, özə kampaniyaydı, kampaniyanla aldım ha, Brad. Deməli, 2 dənə, belə 20 qram C, 20 qram C, 10 qram D, bir qutudakı içində də 100 dənə M. Hamısına bir yerdə verdim, 85 manat. Məzələri, oy. Endirim idi, Brad. Yəni, kampaniyaydı, tez aldım. Yaşa. Orada yəni tam rəsmi formada bunlar həyata keçirilir, yoxsa onu da axtarıb tapırsan? Yox, Brad, belə saytdır ki, zakaz eləginən özləri gətirir qafva kimi qoyur. Yəni, düşüb kuça gəzmək, ya idman zalında gedib birinə deyirsən, ona calaq qoyur, bu buna calaq qoyur. Gəlir sənə çıxır, Brad, astarın mayısından başa. Deməli, o vaxtı, təzə vaxtı, Brad, təzə başlayanda turnabol zakaz eləmişdim. Turnabolu mənə 150 manata satmışdılar, Brad. Dəhşət, Brad. Onu da axırı o xam adam idi. Mənə nətər dedisə, dedi ki, gündə 9 dəfə atmalısan. Anamın canı nə günə düşdüm ha, Brad. Yox, buradan zakaz başqa ölkələrə də eləmək olur da, qaqa. Zakaz eləmək olur. Prosta bilmirəm, onu Azərbaycanda gömrükdə buraxmırlar da, qaqa. Gömrükdə dağıdırlar adam. Ya malı götürüb özlərinə götürürlər, ya da ki, kim zakaz eləyib, pipin qanadırlar. Ömrü deyil. Gömrükdə onu idman qidaları normal kesilmək olmur. Ancaq aeroportda kimsə gələndə verəsən, sumkasına qoyub keçirsin elə. Anar, это спортивный добавки, брат, поэтому. Yox, brат, elə şeylər eləmək olmaz. Heç bir formada məsləhət görmürəm. Qaqa, Qurana and olsun, mənim dünya aləm vecimə deyil. Mən elə promo sumkaya qoyub rahat keçirmişəm. Deyiblər, bu nədir? Demişəm ki, belə bir şeydir. Var yoxuna mən heç kim eşin eləməyibdir, qaqa. Brad, sən bilsəydin mən 2014-də, 15-də mən nələr keçirdirdim. Deyərdim ki, prosta uca indi o vaxtda ördü, qardaşım. Qaqa, mən dünən 1 ildir gəlmişəm, bura. Bura gələm. Salam Tariyə, salam Ürəyim. Necə, Brad? Ora gedəndə, yoxsa Bakıya gələndə? Qaqa, o vaxtı Qazaxstandan Azərbaycana gələndə, Brad, ZPC-nin şeyini gətirmişdim. Sumkamda, cibimə qoyub keçirmişdim özdə. Piptitdir də o deyəsən. Ala, yox, ZPC-nin şeyini,
ağır arteriyasını. Başa düşdüm. Salam brat, deyirsən mənim. Sən kimsən? Deyir mənim. Sən sitrulini götürməmisən. Sitrulini götürməyənə oxşayırsan. Anamın can titrulini götürmüşəm. Nə danışırsan deyə. Oy, nə qəşəng tema. Sən necə içirsən indi? Privet. Qaqa sən deyən kimi də səhər ac qarnına atıram ağzıma sudan içirəm. Bir də axşam yatanda atıram ağzıma sudan içirəm. Effekt hiss edirsən? Qaqa baba tərləmə verir. Məşq zalda, yəni şeydə sirkdə işləyəndə su gedir məndən brat. Tərləmə deyəndə səndə insulin dirənci zadı yoxdur? İnsulin dirənci nə deməkdir? Yəni şəkərə, diabetə meyilli. Hala yox, məndə şəkər vəhşi aşağıdır. Heç o insulinə heç meyilli yox, heç belə yaxın adam deyiləm. Şəkərliyə yaxın adam. Onda sənin orqanizmi qarmorostasını artırır. Tipa amalaj və şifason bir şey yaradır. Plus arıqlama effekti də verir sənə. Pox mənə arıqladırsa qaqa, bunu rədd elə vay, nə mən çəkiyim. Arıqladır deyəndə brat qurudur. Yəni sırf əzələ kütləvi səni saxlayır, bildin nə? İstəmirəm mən qurumaq, brat. Mila spasiba sonuşka. Krasavitsa Belarusiya. Gecəni içmə, səhəri iç ancaq. Yaxşı brat. O da ki, ac qarnına və olmasa 1 saat gözlə, sonra yemək yeyərsən. Olsuz da elə onu içirəm, yeməyə hazırlayınca, eləyincə ora-bura tualetə girirəm, çıxıram, elə 1 saat çəkir. Qəşəng, normal. Günlərin necə keçir başqa? Başqa nə işlərlə məşğulsan? Zor, bomba kimi brat. Qəşəng pampı var. Bura Zarvat bu səhər saat 6-da zatda dostum yaman şuluqluq eləmək istəyir. Hədə odur da məsələ bura. Bunu poxudur bura. 100%, özü də bilirsiniz. Bunun prosesdən öncə vəbşə, yəni hibrid eləmək üçün özü bir şey eləyirsən, qoşursan yanına. Allah razı olsun. Sən mənə valla bu 4 dənə qızın içində mənə poxa salarsan. Tək ki, brat, poxa 4 dənə qızın yanında düşəsən. Saqqallığını demirəm, ha. O qız deyil, brat, o xaladır. Yəni, mən xalalara da qız gözü ilə baxır, sən bilmirəm. Qaqa, amma sən bir şey deyim, brat. Mənim maraqlı olan bilsən nədir? Bu mı var, mı, dərman mı? Bunun bir dənəsi, deyən görüm neçə qramdır, bir dəqiqə gözlə. Bir dənəsi 25 milliqramdır. Bir dənəsi. 25 milliqramdır qaqa. Gündə 2 dənə atıram bundan. Bir səhər, bir axşam. Bir həftədə qaqa bu 1 kilo mənə çəki verir. Belə şey ola bilər. Nuş olmur məsələn sən. Brat, buradakı ilə oradakını eyni tutma. Oradakı keyfiyyətlidir. Burada padvalda hazırlanır. Bilmirsən hardan. Azərbaycanda o vaxtı deməli mı atdım. Heç adı bilmirdim. Belə klokun içinə qoyub vermişdilər. İçində 50 dənə idi. Qardaş, bir həftə atdım. Bir həftənin içində o mənə bilsən nə qədər çəki vermişdi? 7 kilo. Amma gör nə oldu da sonra bütün bədənim səpdi. Qardaş, üzümə qədər, bütün bədənim səpdi, püskünə düşdüm, qaqa. Başım zadım ağrıyırdı, brat. Çox məqamlar var ki, sənin bədənVə düşməyən məqamları var da, bildin nətər? Sonra zən vurdım həmin o gediyə, dedi ki, sənin qarnında qurt var. Qurda görə səndə elə olubdur. Qardaş, bu səfər getdim həkimə, qurt həkiminə. Analiz verdim, dedi, qardaş, sənin qurdun zadın yoxdur, nə qurt şey. Tərsən buna atdım ki, dedim, ay qardaş, mən qurdum yox. Dedi, yox, deyir, sənin nədizində yox, qanında qurt var. Elə şey olur. Brat, o sən nəsə deməlidir də. Neynirsən, Emin, sən natural adamsan, Emin. Sən elə şeylərlə maraqlanma, qardaş, sən natural adamsan. Bilirsən də, brat, Azərbaycanda pəhlivanların içində bir dənə kurs eləyən mənəm də, steroidlərlə məşğul olan bir dənə mənəm. Məndən başqa, brat, onu eləyən yoxdur. Brat, qol güləşində də mənəm də, bilmirdim. Əskər, sağ ol, brat. Ay can, ay Selim. Mənim, necə deyim sənə? Mənim xanımım. Əskər, sağ ol, brat. Askar düz deyirəm, brat. Yəni, belə deyək də, ay Rav, zarfası ciddi soruşuram. Brat, o gündə 2 dəfə atmaq, yəni 50 milliqram, bir səhər, bir axşam,
bir həftəyə o normal effektdir, brat, yəni. Yoxsa mənə çox adam deyir ki, o sən ən azı bir 3-4 kilo verməlidir bir həftəyə. Brad, bax, bu biraz mənim sahəm deyil, nə mənada. Yəni, mən bu ilə tam ciddi məşğul adam olmamışam. Mənim dostum olub, hansı ki, indi içəridədir. Elə bu işlərə görə. Amma o ilə məsləhətləşirdim, o mənə baş salırdı da. Belə özüm araşdırıb nəsə sənə geri dönüş eləyə bilərəm, amma dəqiq mən sənə deyim ki, bu belədir, deyəmməyəcəm. O birisi tərəf mənli idi. Yəni, ora qədər olan yer mənli idi. Oradan sonra o şey... Hadi Qarğıdalı. Sağ ol Qarğıdalı, təşəkkür edirəm. Mənə bax, indi bu yarışa hazırlaşsan, yoxsa da başını buraxmısan? Brad, hələlik başım buraxdım. Mənim bir-iki dənə ciddi görəcəyim işlər var da. Plus mənə dəvət edirlər, indi təzə bir yerə getməliyəm, orada başlamalıyam. Mən bilməm, xəbərim var yoxsa yox. Mən 8 il otel sferasında işləmişəm. Özü də ən brend, ən bomba otellərdə. Onda sən Cəlalı tanımamış olmarsan. Onsuz ol, Brad. Paparoza. Ay, məzələndir. Deyirəm, brend və otellərlə işləmişəm. Qaqa, mən də sənə deyirəm də brend və otellərlə işləyib. Da Azərbaycanda brend və otellərlə işləyən bütün hamı o Cəlalı tanıyır. Brad, başa düşdüm. Mən brend və otellərin nəsə padelnik olmamışam. Mən brend və otelin daxilində olan bir işçi olmuşam. Ay qardaş, elə daxilində olmursansa 100% onu tanımalısan sən. Yox da, Brad. Bəlkə də görsən tanıyarsan üzünü. Mila, spasiba, Sonuşka. Sonuşka deyə 6-cı video. Просто играем, он мой друг. Просто играем. Həri anar. Anar, eləmə də anlarda. Ay anar. Anar haraldır? Anar da Belarusiyadan qoşulub, hə? Anar ürəkdir, Brad. Belə Bakıdandır. Belarusiyadadır, Brad. Bu Mila da Belaruskadır, ona görə deyirəm. Belarusiyada dincəlir öz içində. Yaxşı yer tapıb. Deyənlər, Belarusiyadan atırsa bir normal şey tullasın da, o 50 nədir, Brad? Girdim şəklinə baxdım, maşallah, bahalı kostyumda, şalvarda şəkli var. O 30, o publik nədir axırda atır? Heç olmasa, Brad, mən şəxsən Anarın yerinə olsaydım, özüm ölüm ən azı bir 500'lik bıraxardım ora. O nədir, ay Anar? Publik atırsan, o publika layiq oğlandı. Brad, bizim kimi adamdır. ChatGPT ilə düzəldib şəkli. Yəni ki, o publika atırsa ki, böyle şeydir. Fatality istəyirsiniz, 11K like eləyin. Sizin üçün fatality olsun, problem yoxdur. Yazıb özdə yaxşı. Әрисәли, парфюм. Мила, я тебя добавил в друзьях. Я буду заходить в твой профиль. У меня тоже Инстаграм есть. Я там в Инстаграме тебя буду тоже там оттуда в друзьях добавить. У меня Инстаграм профиль есть. Kısaca, Brad, o sən göndərdiyin xanım var idi, Amerikalı. Ha. Onları, Brad, onun səhifəsinə girdim, elə sən soruşandan sonra. Girib nə görsəm yaxşıdır. Mən patpiskadan çıxardım. Girmişəm ki, dedim, birdən Çingizin arası dəyəzə tuda üstə. Gördüm, sən ona patpiskadasan. Girdim, baxdım ki, sənə patpiska eləyir, gördüm, səni də çıxardım. Ha, ola bilər, Brad. Mən heç şey eləmirəm axı, qaqa. Yəni, o ilə mən bir dəfə danışdım o vaxtı. Dedim, mənim bir dənə dostum var. Mən bilirsən də Azərbaycanda yəni bu məsləhət barəsində səndən başqa məsləhət elədiyim adam yoxdur da. Yəni həqiqətən dostlar, yəni çox rauf, çox savadlı olan biri var. Mən sizə bir şey deyim. İnsanlar var ki, kimsənsə ağzından oğrayıb məsləhət verir, amma rauf öz təcrübələrinə, öz praktikalarına görə danışır. Yəni keçən dəfə bir qardaş girib, rauf, eşidirsən, deməli video paylaşıbdı. Şey haqqında, MK677 haqqında cəmaata məsləhət verir. Alma var bir dənə, hə. 676 haqqında məsləhət verir. Gördüm ki, bunun danışdığı söz şablon sözdür də. Yəni, ChatGPT-dən yaz, oxu, o nə deyəcək, onu dicinən. Deyirəm, qardaş, sən indiyə qədər MK677-ni anabolik steroid kimi təqdim edir. Dedim, qardaş, indiyə qədər sən MK677 qəbul eləmişsən, sən ümumiyyətlə. Deyir, yox. Ay dedim, ay qardaş, sən bunu qəbul eləməmişsən, nə cəmaata məsləhət verirsən? Yəni, burada hətta steroiddən danışan adamlar var, deyir, steroid ziyandır. Həmin o adamlara da deyirəm ki, osturağa az basın. Siz steroid eləməmişsənsə, sən steroidin ziyanından necə danışa bilərsən? Steroid ola bilər, Rafa başqa bir effekt verər, mənə başqa bir effekt verər, Həsənə başqa bir effekt verər. Bizim millət niyə beləsinə çoxsu belə yalan danışmağı xoşlayır? Məndən kimsə soruşursa,
Ayca, dinə. Bağışla, buyur deyil. Yo, dinə. Yo, deyil, sözü deyil. Mən sözüm uzundur. Məndən kimsə soruşursa steroid, mən hamıya deyirəm ki, lazım deyil. Onun da bir dənə səbəbi var. Onu məndən soruşan adam varsa, o deməli özü yetərli qədər onu araşdırmayıb və düşünü tərəddüd içindədir. Və əgər insan professional idmançı deyilsə, mən onu 100% kesin məsləhət görmürəm. Yəni hansısa bir məqsədi yoxdursa, nəyisə nail olmaq istəmirsə, licb ad baldon atmaq istəyirsə, Timboli özünün tam başı çıxmırsa, məqsədini bəlirləməyibsə, o adama onu deyəcəm ki, o zənziyandır. Hətta bizim, məsəl üçün, pəhlivanların içində belə bir şey var. Mən o ilə razı deyiləm. Rauf, məsələ nədir, qardaşım? Ümumiyyətlə, 50 kilo qaldırmayıb, 60 kilo qaldırmayıb, söhbət ki, 70 kilo gir qaldırmayan, 80 kilo gir qaldırmayan adam nətər qayıdıb deyə bilər ki, sabahlarım Rauf deyir ki, tutaq ki, Rauf, tutaq ki, bir adamdır, qayıdır deyir ki, mən 100 kilo gir qaldırmışam. Sən də ümumiyyətlə gir qaldırmamısan. Yəni, ən ağır qaldırdığın gir olub 32 kilo. Sən bilmirsən yüzün. Sən necə ona komment bildirə bilərsən? Sən necə deyə bilərsən ki, o onu qaldırıb, nə videosu var, nə bir şey. Qardaş, yenə də deyirəm, mən söz deyirəm, məndən incir deyir, çünki sən... Deyirəm, qardaş, bax, filan kəs girir, deyir, mən filan çəkini qaldıram. Mən də gir, mən qalxızmışam, mən ağır gir qaldırmışam. Mənim əlim dəyib də ağır girəm. Mən onun dadını bilirəm nədir. Amma sən bilmirsən, sən götürürsən ona şey deyirsən, bilmirəm yaltaqlıq üçün deyirsən, bilmirəm savadsızlıqdan deyirsən ki, hə, inanıram. Bir də təzə metod var. Bizdə qardaş kim ki neyniyir? Sübut deyəndə deyirlər ki, Allah vericisidir. Nə oldu? Bu Allah vericisi bu Azərbaycanda bu bəzi pəhlivanlara verildi, bizə verilmədi. Mənə niyə verilmədi o verici? Allah vergisini danmaq da düzgün deyil, amma hər şey ona bağlamaq da düzgün deyil. Yəni, əgər kimsə... Sən danış, Fırat, mən gələm bir dəfə. Bir də şey var, borcumu verib gələm. Anar, qəşkənsən, bro. Spasibo, родной. Огромное спасибо. Ləzzətli. Giri bilmirəm, 100 kilolu qantel görmüşəm ki, onu kimsə qaldırsa tipa şeydir də, nədir, mükafat alır. Belə bir yarış görmüşdüm. Mən açığı 132 kiloydu bir əllə qaldırmışdım bir dəfə. Düzü ştanq idi. Ştanq prosto daha çətindir də. Son gripində daha çətindir. Yəni belə sağa sola o tənzimləməyə çətindir. Amma Çinə elədikləri başqadır. Onlar 50 kilo, 60 kilo, deyəsən 80 kilonu da bir dəfə başının üstünə qaldırıb. Belə bir şeydir. İşte onlar başqalı oldular. Mən tutalım qol güləşi üçün yəni qantel tapmırdım da. Kürək işləməyə üçün. Bu hərəkət var, mişar. 50 kilodan artıq mən heç bir zalda görməmişəm. Mənə maraqlıdır, qardaş, borcunu necə saniyə ödəyəcək. Hansı borcundur, buraya? Gəldim bura. Utduq. Yaxşı elədin, unutdum bura. Sən unutmalısan da. Sənin orada güclü dəstəkçin var, Anar var. Anar qaqam. Mənə Arzu Gül atır. Arzu utdur da mənə. Arzu Gül nəticə ilə biz bunu da bilməyəcək. Orada əjdaha var. Belarusiyadan oturub vurur qaqam. Bublik atır. Nəsə deyirdim, Brat, harada qalmışdıq? O 100 kiloluq gir məsələsi. Yəni, Brat, ümumiyyətlə, sən yeməmişsiniz qazətini, hardan bilirsiniz ləzzətini? Ümumiyyətlə, yəni, bir işi bilən adam danışmağı istəyir, nədir, məsləhət versin, istəyir məsləhət verməsin, istəyir steroidlərdən olsun, fərqi yoxdur. Qardaş, əgər o işi sən görməmisənsə, o işdən anlayışın yoxdursa, cəmaata yalan danışma, cəmaata məsləhət verməyin. Ancaq boş-boş məsləhətlər verirlər. Diş. Brat, nə oldu? Başın güzəllənir deyəsən. Yo, bir dənə sən fatalite elə bir dənə mənə. Mən də kombatdayım da, Brat. Fatality, Ralph wins. Finish him. Fatalite elə də, Brat, da başım fırlanır axı. Diş. Oh, Sub-Zero. Buz attım mən də sənə. Skorpionla Sub-Zero'nun döyüşü qaracım. Sən niyə belə edirsən, Rav? Danışsan sonra belə edir səni. Mən inzamdır da, Brad. Birdən bir gün mənim süni intellekt əvəz eləsə, ona eləməsən bilin ki, mən döyürəm.
Xrist Voskrese. Bu kimdir? Xristos Voskrese. Ada bax ya. Vaistinu Vaskres. Onu deyəndə yazır, deyirsən Vaistinu Vaskres. Bu belə şeylər sənin canından çıxar ancaq. Mən canımdan çıxıram, bura. Sən kimdən oturur da? Peyda olma yeri Rafın canlısıdır. Checkpoint burada da. Yarandı getdi o tərəfə kaşmayı eləməyə. Ayda. Daşan qoyuşub məzələnər deyə oynan bir dənə normal. İsa dirildi deməkdir. Qaqa nə olub ki? Dirilsin də qaqa. Gündə dünyaya bir dənə İsa gəlir. Mən ona inanıram. O qədər dünyaya İsa gəlir, uşaq anadan olur, adını qoyurlar İsa. Dirilir də bura. Elə deyirsən ki, elə mən yetim deyirəm ki, inanmıram İsa'nın dirilməyinə. Əgər İsa ölürsə, İsa dirilir də bura. Qəribə adamlardır. Qarıcı belə. Özlə gülür, yazıb ha 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 ha. Ona da ləzzət elədi. Ona da ləzzət elədi, bəli. O vaxtı mənim rəhmətli babam danışırdı, deyirdi, gedirdi şeydə, Allah rəhmət eləsin. ölənlərə rəhmət. Deyir, gedirdi, çerkov zadı yoxdur, kilsə yoxdur. Deyir, o İsus Vaskres, Vaistinu Vaskres məsələsində. Deyir, gözlürdü orada qəşən qız çıxsın, orada da ki, o sözü deyəndən sonra belə 2 dəfə öpüşmək lazımdır. Deyir, dururdu orada, qızlar çıxırdılar, biz deyir, İsus Vaskres, o dedi, Vaistinu Vaskres, gəlb öpüşürdü. O Sovetskidəki kilsə olar yəqin. Ay, sağ ol, brad, elə babam Sovetskidə yaşayırdı. O vaxtdan Mən karısı. eşitmişdim ki, Brad, Sovetskidə kilsədə bir dənə pop var, Brad. O vaxtı bayılda 1-2 dənə uşaq var idi, Brad. Mən məktəbdə oxuyurdum 11-ci sinifdə. Gedib o popu qayırırdılar, pop da onlara 20 manat pul verirdi. Vallahi mən elə eşitmişdim. Orada bir pop var idi. 20 manat olmaz, brad. 20 şirvan olar. Nə bilim, Məmməd əmi vaxt idi də, Brad. Hələ 20 şirvan onda. 20 Bir də şirvan gördüm almaq. qaqa, yığışırdılar, avtobusa minirdi, 4 nəfər, 5 nəfər gedirdilər Sovetskdə popu qayırmaq. İndi bizdə o şeyə çevrilib də, mərkəzi klinikdə donor. Yığışır geri adam Brad, 50 gör nə manat. yazır? Yazır ki, biri Curi Osti deyir, ala o Kubinka tərəfdə idi. Brad, bilmirəm, valla pop qayırmamışam, bilmirəm, amma uşaqlar vardı, gedirdilər puldan ötürü pop qayırmağa. Özdə adı da üstündə deyə, prəmoy, pop. Mən popumla bazararsınız deyir. Xəlil də yazır ki, popun dağıdıblar. Hop, pop. Bir də reski. Yaxşı ki, o müğənninin adı nədir? O Mamışım oxuyanı, Qara Mamışım. Kəmalə Günəşli. Kəmalə Günəşli yaxşı eşitməyib o, yoxsa ona da bir mahnı qoşardı. Evet, o mənim dostum var bir dənə də, o operatordur, rejissor köməkçisidir. Deyir o Atım tutum popum elə mahnılar oxuyurdu o bura. o təmiz rusca danışan deyə, Kazvitsə. Özü də Qaraskol. Mən heç xəbərim yox idi. Kim? O həmin Kəmalə Günəşli. Yəni Ruscan danışanda nə olur ki bura? Yo, demirəm, prosto yəni baxanda heç şey eləmərsən ki, o bu yəni dünyadan vəbşə xəbəri var, belə pis çıxmasın. Anar pasiba, ay blə, nə pis oldu. Brad, onun dünyadan xəbəri var ki, elə mahnılar oxuyur da, sən başına dönüm. O ağıllı adamdır ki, elə mahnı oxuyur ki, düşür reytinqə də qaqa. O Kəmalə indiyə qədər birinci səfər mahnı oxumur ki, Kəmalə neçə illərdir mahnı oxuyub. Gördü qardaş şey eləmədi, o imici kimdən götürüb? Elza'dan götürüb. Qaqa, Kəmalə imici Elza Seyidcahandan götürüb. Kəmalə gördü ki, Elza'nın özü də gördü ki, Elza gördü, bunu şeyləyən yoxdur, reytinqə düşmür. Bir dənə tikim sınağızı şeiri yazdı. Dalınca nə bilim əlvə verim şeirin yazdı. Gördü tutur da millətə xoş gəlir. Millət daha da bunu müzakirə edir. Kamış da ondan baxdı, örgəndi bura. Gör götür dünyasını da bura. Kimdir ki Kəmalə? Kəmalə laf çox ağıllı qızdır. Belə başı 100% işləyir onun. Yəni bu qövmə yaraşan mahnı odur, ona görə onu oxuyur qaqa. Yes. Mən bir dəqiqə Səyyad Əlizadənin mahnısını qoyum, canlıda 60 nəfər qaçacaq, qalacaq 20 nəfər. Ya bir dənə bizim Rəşid Bəhbudovun mahnısını qoyum, canlıdakılar qaçacaq.
Çünki bir dənə o bir mahnı var ya, anamın canı qaqa, yenə də yadıma düşür. O gedib mamana deymə, o mahnını oxuyanı qoy bir qırağa. Onu bütün günü söymüşəm, zəhləm gedir ondan. Oxuduğu mahnıya görə nifrət edirəm də, qaqa açıq deyirəm. Onun mahnısına qulaq asanlara 10 qat ondan çox nifrət edirəm. Ay, o nə mahnıdır qardaş? Gedib mamana demə. O nə mahnıdır? Yəni ona qulaq asan bir kütlə, maşında aparaturaya 2500-3000 manat pul verib aparatura maşına qoyduran oğlanlar o mahnıya xod verib oxudursa. Buna nə demək olar qardaş? Brad, Buna o vaxtı vaxtı dicinən. O vaxtı biz hosta qulaq asırdıq, sonra OKBR, Qaraqan Zadbaşında bu temalarda. Onların da yazdıqları hamısı çox dərin mənalı bir şeylərdir də. O bir dənə cümlələri var idi qəşəng deyir. Biz sizin üçün sözlərdə deyil, siz hamısını əzbərlədiniz amma məğzini başa düşmədiniz. Yəni biz ona bir valna olaraq yeritdik, insanlar başladılar onu təkrar eləməyə. Amma onu nə demək istəyir, heç kəs başa düşmək istəmədi. Çünki bu adamların mütaliəsi yoxdur, bu adamların maraqlanmağı yoxdur. Bu adamlar dünyaya gəliblər, deyiblər ki, onlara bax, sən busan. O da deyib ki, hə, buyam, nətər məsləhətdir. Ya ömrün axırına qədər heç sual vermir, sorğu eləmir ki, mən bu nəyə görəyəm? Və yaxud da bu olanlar hansı mənaya gəlib çıxırlar? Amma repdə qaqa, repdə ləzzətli sözlərin peçatını qoyan Xose idi. Qəşəng sözlər soxurdu. Amma axırıncı və yetim nəsə dedi, apardılar, qoydular qoduqxanaya, onda getdi. Right, o bir 70 dəfə olub qoduqxanada onsuz da, ora rahat gedib olub, bura tutulub o. Mən elə bildim birinci səfər tutdular ya onu. Right, o yəni güclü təsirə malik maddələrin atasıdır da. O düzəlib baxı qaqa o. Yəni mən tanıdığım, yadımda qaldığımdan gedir də söhbət. Bu 10 il müddətindən gedir. Bilirəm, brat. Amma bir dənə mən Xose, mənim üçün qaqa, Xosenin replərindən mən brat qidalanırdım da uşaq vaxtda, brat. Ləzzətli replər. Hələ də yadımda qalan repləri var onun. Brat, o vaxtın ümumiyyətlə Dəyirman, Anar, Hüseyn Dərya, Xose mənim üçün ən səviyyəli söz baxımından və yaxud da ötürücülük qabiliyyəti və yaxud da texnika baxımından həmişə Xose olub, brat. Yəni ona çatan olmur. Xose adam gərək, brat, Allahla danışaq, qəşəng sözləri olub. Həri. Özü ləzzətli, belə avazı zadı zordur, belə soxucu sözləri var. Həri, brat. O kıstəçi moyla belə düşməsin. Xosenin o Elnari ilə var ya, o da qəşəng sözləri var onun. Apardı uzaqlara məni gözləri. İblis Mələk salır, iblis edir, yağış mələk verir, çətir. Bəsdir, sanki axırıncı nəfəsdir. İblisin bir oyununa bax, bu nə həvəsdir. Hər gecə yuxudan əvvəl minarzu. Sən sanki alov, mən sanki su. Sən sanki gecə, mən sanki gecə. Təbiət elə edib görüşə bilmərik. Sevinç içində olsa da bütün şəhər. Biz ikimiz çox heyif ki, biz səninlə görüşə bilmərik. Yaradan bizim üstümüzdə çəkdi xət. Çətin bir də bundan sonra o yanlarda. Hey mələklərim hardasız, qaçaraq qoyduz məni dardasız. Həqiqi mələklər adamı qaçıb götəyində qoyan vaxtları da olur. Sən neçənci ilsən bə? Həmişə sizin çiyninizdədir. Sən neçənci ilsən? Neçənci ilsən bə? Mən 08-11-1988 Sovetski Kuza. Sovetskidə böyümüsən? Yox, 88-əm də Sovet dövrü anadan. Sovetinsən. Bayıl uşağıyam, brat, mən Bayılda böyümüşəm. Doğrudan, brat, mən Bakı Sovetdə böyümüşəm. Bayılda mən böyümüşəm, Bayıl uşağıyam, brat. O dediyim dostum da ki, içəridə oturan, o da, yo, 92-dir. Gracias, təşəkkür. Təşəkkür edirəm. Təşəkkür. Təşəkkür, yox, təşəkkür. Təşəkkür. Kürt yox, təşəkkür. Ya çox sağ ol. Çok sağ ol. Sí, çok sağ ol. Sí, me gusta más. Me gusta? Sí. Sí. Çok sağ ol. Sí. Teşekkür. No, you say in çok sağ ol. Çok sağ ol. Mucho gracias. Sağ ol is bye. Sağ ol is bye in dos. Sağ ol esto bye. Sağ ol esto gracias. Entiendo. Anar öpürəm, krasavçı. You say sağ ol esto adios. Öpürəm anar, var olasın. Sağ ol esto gracias. Okay. Sağ ol. Azərbaycan dilini öyrədirəm. Çok sağ ol. Qəşəngdir. O vaxtı birinci öyrətdiyim həmişə mən səni sevirəm idi.
Bilir də. What is te amo? Te amo. Seni seviyorum. Seni seviyorum. Seni çok seviyorum. Anar öpürəm bro. Gördün bura? Sí, hardasan. 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 Suena en español, suena fuerte, así como hardasan, como bad word, una grosería, hardasan. Hardasan. Así. Qadınlar ümumiyyətlə qubqa kimidirlər də. Güclü kişi yanında olanda həmişə ondan nəsə öyrənirlər, götürürlər. 100% brat. Amma qubqa kişidəki brat qadınlardan nəsə öyrənir də, brat onu da deyim. Şotka deyir kişi başqa Brat, işlərdən. bürclərdən biraz marağım var da, sən bürclər zatlar bu temalarda nətərsən? Pis deyirəm bro. Sənsi Brat, bilirsən. indi bir şey deyim. Əqrəbsən də sən. İndi sənə bir dənə deyəcəm. Mən onu demişəm, indi səndən eşitdim. Bir kişinin arvadı əqrəbdirsə, kişi özü dolça bürcüsə, orada vəziyyət nətər ola bilər? Brat, bir dənə onu mən bilmirəm. Toys hansısa bir necədir? İnsani xüsusiyyətləri bürcə görə deyə bilərəm təxmini. Mənim bürcümdən şirlə uyuşmağı da onu da deyə bilərəm. Lüboy bürcə deyə bilərəm. Amma başqa bürcləri bir-birindən vapşe maraqlıdır. Yaxşı, şir bürcü qadınla dolça bürcü kişi nətər ola bilər? Heydər öpürəm. Krasavçik, dobro pожаловать. Tak, şir bürcü qadınlarını heç sevmirəm, brat. Allah and olsun, mən də əqrəb bürcü qadınları sevmirəm, brat. Belə heç yola getmir. Deməli, şirin qadını ilə kişisi də yola getmir, hə, brat? Brat, şir qadına baxırsan, yəni hamıdan getmir söhbət, yaxşılardan iraqzar. Əlbəttə, burada hamıya biz danışmırıq ki, qaqa, başımıza gələndən danışmırıq. Burada düzdür, sən onu qınamıram. Bizdə var elə şeylər, ekran kaydeli vedirə qoşanlar, yəni onlar şeyləsinlər. Yəni biz özümüzdən danışırıq, yəni başımıza gələnlərdən. Bir qadına baxırsan, mən onsuz da qadınlardan bu xüsusiyyətlərinə görə hamısından zəhləm yedir. Yəni ki, o özündən belə məndən yoxdur bu dünyada. Xəcə heç nə eləməyiblər, amma heç nə nail olmayıblar. Yəni ancaq onun atasının verdiyi və yaxud da nə bilim, təbiətin verdiyi bir şeylər üzərində. Qəşşənsən Heydər, əri, первое место в Heydər, Heydər, əstələ, məstələ, Heydər. Heydər, Heydər, heydiyə al, Heydər. Heydər, Heydər, oradan, Heydər. Ay, Heydər, ya yenə Heydər yaxşı deyə papaq atdı. O birisi var şey, publik atırdı. Hə, karoç, şir bürcüysən. Miyavdur, brat. Necə? Miyav. Heydər həm Miyav komandasındandır, brat. Biz bir yerdə işlər görüyor oyunu. Yaldır bir-birimizə, brat. Pas taşırım, Miyav mən deyirəm. Brat, nə oldu? Sirk teması nətər oldu, qardaşım? Brat, bu günləri qaqaşla görüşəcəkdim. Bağda nəsə işlər zadı çıxıb. Mən də açığı 2-3 günə Bakıdan getməliyəm də, bəzi başqa işlərim var. Poэтому hələlik biraz pauzadadır. Amma mən sən motosikl sürə bilirsən, qardaşım? 100% brat, mən motosikl Brat, bax, bir şey deyim, sənə bir təklif edeyim. Motosikletdə örgənə bilsən, bir dənə o pox odur ki, onu örgənmək söhbəti var. O Globonun içində sürürlər, motosiklet belə. Onu mən inşallah örgənmək istəyirəm burada. İndi Allah qoysa motosiklet almalıyam sonra. Bax, onu örgənə bilsən, qardaşım, səni ürəyin hansı ölkə istəyir, mən sənə kömək edə bilərəm getməyə. Hə, Heydər, brat. Mən ümumiyyətlə görmüşəm ki, bizim ağılda olan insanlar hamısı motosikletə həvəskar var. Başa düşürəm ki, mən onsuz da hal-hazırda bir 2-3 aylıq burada işlərim olacaq. Həmin müddət ərzində, həmin müddət deyəndə ki, tez bazar olacaq, prosta deyirəm də. Bir dənə video call eləyərik həmin adamla, o səni tanıyır onsuz da, mənim burada dəstəkçim olub. Oyla bir dənə opşi danışarıq, nə suallar varsa elə yerindəcə həll eləyərik, o online conversation məsələsi də. Yoxsa onun əsasında şey eləyərik. Mən prosta dünənləri elə açıq şey eləmək istədim, elə dünənlərlə danışmaq istəyirdim, elə bir şey oyla görüşmək ərəfəsində də o alınmadı, bağda qaldı. Prosta gördüm sən dostluqdan çıxardımsan, dedim görən nə məsələdir. Yo, ora yazmışam axı, brat, Qurana and olsun, brat, dostluqdan o şeyə görə, kəşfətə görə elədim, brat. Понятно. Ya mən onsuz da bilirəm ki, понятно da, что, yəni nə olursa olsun. Mən dedim birdən sənin səhifəvə uğrayıblar, nəsə bir şey olub və yaxud da belə bir şey də. Bildin nəyə görə deyirəm. Hə, şir qadınlarına qayıdaq, qardaşım. Короче, onsuz da qadınlarını bu özünü belə məndən yoxdur şeylərini, havalarından zəhləməyir də. Şir bürcü kimi, yəni özündən razı ikinci bürcü yoxdur. Özümdən bilirəm də.
İndi təsəvvür elə ki, onsuz da sən özündən razı bir varlıqsan, üstünə bir dənə deyişə özündən razılıq gəlir, olur belə pik bir şey. Sən də baxırsan ki, mən özümdən razıyam, mənim zasluqam çatır da hansı bir formada. Buna baxırsan, heç bir zasluqası yoxdur həyatda. Özündən elə aparır ki, göylərdən elə aparır ki, və yaxud da yəni, heç bir şey yoxdursa da özünü qoyacaq dağ başına. Mənə də açığı, özümdə olan mənfiləri görəndə, kimsə görəndə lap əsəbləşirəm. Mən başa düşürəm ki, mən özümdən biraz razı adamam da. Əlavə işə məndən özündən razı, amma heç bir yəni, nəticəsi olmayan bir insanı görəndə adam lap beyni atır. Toys, mən ona görə şir qadınlarına heç xoşum gəlmir. Əqrəb qadınlarından mən xoşum gəlmir, Brad. Ay, kayf. Heydər, спасибо большое, брат. Heydər, ya завтра к тебе zaydu ya, qardaşım. Mən birinci şeyə gedəcəm. Əhmədliyə gedəcəm. Əhməd deyirəm, Həzəsama gedəcəm, orada işim var. Sonra Hövsanda ola bilsin işim olsun. Gün ortaya gələcəm sənin yanı oradan. Aysel, bir kəlmə yaz da. Aysel olmasa, mən bilim ki, sən mənə ürəklə dəstəkləyirsən. Biz problem. Котики готовы мои? Кекс, компотики, кекс. Vəbşi Aysel ilə mənə gələcək. Sabah, Aysel, gün orta nə inirsən sabah? Deyirik şeyə, nədir adı? Dostumun obyektinə, bomba təzə məhsulları var, sənin video çəkəcək orada. Elə özüm Hövsanda qalaram. Ciddisən, brat? Onda mən saat neçəyə kimi orada olacaqsan sabah? Qaqa, analiz edirəm burada. Dünyada olan nədir, diktatorları da, yəni dünyanın ən çox insan qırğını eləyən adamlar ən çox nə bürcü olub? Burada deməli çıxdı Adolf Hitler, Buğa, Stalin, oxatan, həqiqi deyirəm ha, oxatanlar var, çox riskovun adamlardır da, yəni onlar üçün fərqi yoxdur. Oxatan risk eləyəndə fərq eləmir, nə anasını fikirləşir, nə dədəsini, nə ailəsini, çox risk eləyən adamlar. Onlar üçün, yəni Stalin nə qədər milyonlarla insanı qırdırıb ki, yəni öz çelindən ötürü. Sonra, bax gör ən çox nədir? Şir bürcüdə olub da, Akası diktatorluqda. Sonra Oğlaq, Oğlaq bilirəm. Kim Kong-un, Oğlaq, Saddam Hüseyin Buğa, Muhammed Qattavi Əkizlər, Fidel Castro Şir, Francisco Franco Oxatan, Augusto Oxatan. Qardaş, bu kimdir? Nikol Kaushesku, Dolça. Yoxdur, brat, Dolça bürcündən diktator olar, hə. O Dolça bürcü diktatordursa, qardaş, mən onun 100% deyirəm ki, onun arvadı idarə edib onu. Brat, qoç yoxdur, qoç. Yoxdur, Brad, qoç yoxdur. Buğadır, Oğlaqdır, Dolçadır, ən çox Oxatandır, Brad. Mən Oğlaq bir də şir bilirdim açığı. Yoxdur, xərçə əqrəb yoxdur heç. Əqrəbdən məsələn, əqrəbin diktatı. Çünki qardaş, əqrəb bürcü, mən əqrəb olduğuma görə demirəm, qardaş, əqrəblər yəni saf adamlardır. Əqrəblər heç vaxt yəni mərdimazarçılıq eləməyə xoşlanmırlar. Başa düşdün? Mərdimazarçılığı eləməyə sevmirlər. Əqrəblər məsələn kimdənsə istifadə eləməyi də sevmirlər. Əqrəb bürcü belədir. İstər qadın olsun, istər kişi olsun. Amma bir personaj olaraq əqrəb qadından, qardaş, əgər bir kişinin arvadı əqrəbdirsə, onu bilsin. Yəni əminliklə deyirəm ki, o evdə idarə edici qüvvə arvaddır. Arvad nədirsə o da olmalıdır. Duxumlar o arvadın sözünü iki eləginə. Aləm qarşılayacaq bir-birinə. Elədir. Mənim bir sinif yoldaşım var. Deməli, onların evində burada komandir anada uşaq dədədən qorxmurdu. Ancaq anasından qorxurdu. Anası əqrəb idi. Bahara qaçdı bu. Qaqaş, qışqırır ki, olar mən gedim də, çıpa bayar uşaqlarına gəzim də. Atası deyir, get. Bu eşitmir onu. Sonra təzədən deyir, mama, olar gedim mən. Deyir, al, get də. Üçüncü dəfə deyən deyir, mama, olar gedim. Deyir, demədim, get də. Deyir, sən sakitdir. Deyir, özün çıxanda ondan icazə alırsan. Ya, ümumiyyətlə, qaqa, yəni əqrəb bürcü qadınla, əzdə iminli nəyə görə deyirəm, şeylə vafşə deyə, burada. Əgər bir kişi Dolça bürcüsə, Dolça bürcünü idarə eləməyə rahatdır, axı, bilirsən də sən onu. Dolça olan insanları provokasiya eləmək çox rahatdır. Yəni, onları yalandan tırkalacına inanacaqlar. Çox, yəni, inanan bürcüdür. Ona görə bir əqrəb qadın olaraq onu yaxşı, bir şir qadını da qəşəng problət eləyər Dolça kişini. Brad, mən Dolça qadınları ilə olduğum müddətcə, yəni onlardan tam belə
idarə olunmağa hazır olduqlarını görməsəm də, amma yəni o sənin sözlərində həqiqət var da, doğrudan inanmağa meyillidirlər. Burada aldatmaq rahatdır onları. Mənim üçün də belə şey kimi çıxmasın da, mən bütün bürcləri belə hörmətlə yanaşa bilərəm. Prosta mənim ən yaxşı tutduğum bürclər var. Mənim qədər güclü, məndən güclü olan bürclər var. Daha doğrusu özümdən güclü yeganə bir dənə bürcü hesab eləyirəm. Enerjik baxımdan. O da Qoç bürcüdür. Amma 3 dənə ən güclü bürc var, brat. Biri Şirdir, biri Əqrəbdir, biri də ki Qoçdur. Ondan güclüləri yoxdur. Buğa da güclüdür, bura. Buğa 4-cü yerdədir, brat. Pis deyir, amma Oxatan. Oxatan əslində güc deyəndə Oxatanlar riski sevən adamlardır, riskavat edirlər. Hə də, biraz şeydirlər, nəzərə almırlar hər şey. İstədiksə gedirəm, variantı yoxdur. Xərçəng burada Əqrəblə yola gedir. Xərçəng Əqrəblə yola gedir, balıqla yola gedir, şirlə yola gedir, səhv eləmirəmsə. Xərçənglə şir yola gedir. Gedir şirlə xərçəng. Çıxıb qabağa xərçəng. Qadın yox, bura çıxmayıb açıq. Mənim qabağıma qadınlardan çıxmayıbdı əkizlər, çıxmayıbdı tərəzi, çıxmayıbdı nə bürcü qaldı? Brat, iminə əkizlər və tərəzi mənə ən çox qabağıma çıxanda öz əkizlər üçün ölürəm də, yəni belə çıxmasın. Mən ən çox qabağıma çıxıb buğa, sonra buğaya oxşayan bir bürc var, qoç, buğa, qoç, şir, Qoçla sənə uyğun olmaz. Xərçəng, Əqrəb çıxanda demişəm nə bürcsən, deyib Əqrəb, sözü bilmişəm ki, iş poxdur, bundan uzaq olmaq lazımdır. Sən ki Qoçla tutmaz qıstəsi məncə. Tutur qoçla tutur bura. Doğrudan? Qoçla Əqrəb tutur, özdə qoçlar Əqrəbi suluşut eləyir, burada eşidirlər. Əqrəbə böyük qardaş kimi baxırlar, nə danışsan sən? İndiyə qədər istər oğlan, nə qədər oğlan dostlarım olubsa, qoçlar bura. Liderliyi özüm eləmişəm, həmişə, yəni mənə qulaq asıblar, mən nə demişəm eşidiblər. Amma qoçlar da ki, mərd olur, burada, yəni dostdan ötürü deşib dağırdarlar. Amma qoç xoşlayır ki, burada, qoçlar özləri zaten xoşlayırlar ki, kimsə onları idarə eləsin. Qoçlar sevirlər, burada. Yəni, qoç özü öz başına hərəkət eləməyi sevmir. Qoç bir hərəkət eləyəndə kimlərsə yanına bir adam götürməlidir. O ilə bir yerdə hücuma keçir. Ömrü boyu tək hərəkət eləmir, burada qoç. Məsələn, şir bürcüdür, oxatan bürcüdür, əqrəbdir, bunlar tək gedirlər. Yəni, məsləhətsiz asız öz başına hərəkət edir. Amma qoç bürcü tək hərəkət eləmir, qaqa. Qoç xoşlayır ki, yanında kimsə olsun, ondan sonra keçsin. Ну да, может быть, брат. Qaqa, bilmirəm, mən o bürcü deyiləm. Qaqa, mənim qabağıma kim çıxıb, kimlə dostluq eləmişəm, yoldaşlıq eləmişəm bu 37 il ərzində, onu mən analiz edirəm. Qaqam yazır ki, kişi tərəzi və qadın oxatan. Qaqa, kişi tərəzi, qadın oxatan, mən sənə deyim də o qadın riskavat, ağlına nə batacaq, onu eləyəcək. Yəni, o qadın sabahlarım deyəcək ki, mən, məsəl üçün, bu mebili istəyirəm, sən deyəcəksən ki, ay arvad, bəs imkanımız yoxdur, səbirli ol. Deyəcək, yox, kreditlə də olsa o mebili al günə. Yəni, onu sənə aldıracaq Neymətov Tofiq. Yəni, dediyini qabağına oxatan çel qoydusa, onu eləməlidir, qaqa. İki dünya bir olar, yəni o onu almalıdır. Ya deyəcək, mən bu filan telefondan istəyirəm, deyəsən, o telefon yox, bunu yox, iminli o telefonu al. Mən üçün o xatanı idarə eləmək çox asandır, brət. Nə istəyir qız olsun, istəyir qadın olsun. Bu Kazirok nədir burada Azərbaycan dilində? Oğlaq. Oğlaq. Bax, oğlaq bürcü qadınları çox təhlükəlidir. Həri. Qaqa, bir provokatırdılar, bir ara vurandılar, gəl görəsən, bir dənə aranı qaçsınlar, dururlar qıraqda. Mən həyatımı pox eləyən ancaq oğlaq bürcü bir dənə qadın olub, başqa heç kəs. Sən həyatı boyu, mən yəni onların həyat yaradılışını bilirəm. Xoşlayırlar, məsəl üçün, oğlaq bürcü qadın görür, sən mənim düşmənimsən, bura. Sən düşmənsən də səndən zəhləm gedir. O sənə hücum eləmir. O gözləyir səndən başqa kimdən düşmənsən. İki nəfərin arasını qatır bir-birinə, durur qıraqdan belə baxır. O işin bir il mən bir əzab çəkmişəm də qaracığım. Çətin olmuşdu. Açığı həyatımın ən çətin sınaqlarından biri o idi. Salam qardaş, salam. Sonra nə var axı? Bratka, bu oyunu oynayaq, mən zayatkam qutarır, mən çıxacam.
Gördün də bizim dostumuzu getdi saçlarını əkdirdi. Belə o nəsə başdala. Mən ona şeir yazdım da dedim açıram pəncərəni gülü gülüstan görürəm. Açıram zamoğumu keçər rövşəni görürəm. Mən heç bilmirdim, onun qardaşı Akazıçı normal idmancıdır. Qaqa, dünyada tanınmış əqrəblərin adını deyirəm. Leonardo DiCaprio, aktyor. Drake, rapper və müğənni. Kendall Jenner, model. Ryan Gosling, aktyor, aktrisa. Həqiqi, brat, aktyor, aktrisalar, aktyorluğa meyil. Mən məsəl üçün əqrəb bürcüyəm. Görsən, pəhlivanam, elə bil o aktyorluq məndə var. Yəni, sirkdə işləmək üçün aktyorluğu bacarmalısan. Fikir versən, brat. Yəni, o şeydir. Mən ona görə bürcülərə inanam, brat. Sonra, Katti müğənni, rəssam, sahibkar, alim, aktyor. Mən ad günüm Döyüş kimdən? ustası, aktyor. Ən çox qaqa müğənni, aktyor, aktrisa əqrəblərdəndir. Bilirsən mənim ad günüm kimdən eyni gündədir? Kim? Jason Statham, brat. İkimiz də 26 yıl. Mən ikimiz də eyni gündə doğulmuşuq 26 yılda. Yaxşı, görək dünyada şirlərdən kim var? Gözlə bir dəqiqə. Deyirəm də Jason Statham, например. Görək şir bürcüləri kimdir? Arnold Schwarzenegger, Qəşəy. aktyor və bodybuilder. Madonna, pop ulduz. Mick Jagger, The Rolling Stones qrupunun solisti. Mike Jagger, Jason Mick Momoa, Jagger. aktyor. Qaqa, niyə şirlər də brat aktyorluğa meyillidir? Brat, çoxlu Deyirəm də, brat, aktyorlar Jason var. Statham'dan eyni gündəyik, brat. 26 yıl. Neymar futbolçu heç. Barack Obama ABŞ prezidenti. Əqrəblərdən də olub ABŞ prezidenti. O heç o ildə ayda itilində bir dəfə çıxır. Qaqa, deməli şir bürcüləri adətən liderlik, özünə inam, diqqət mərkəzində olma, səhnə sevgisi. That's me, bro. Əqrəb bürcündədəki güclü xarakter, liderlik, nüfuz, ailə idarəçiliyi ilə əlaqələndirir. Bəli, düz deyir. Allah'ın olsun, əqrəb bürcüləri ailə idarə, əsas ailədir. Ailəni fikirləşən olurlar, brat. Salam. Biz bura bir dənə də adam əlavə eləyə bilərik. Ya, niyə eləmirsən, qardaşım? Neçə nəfər istəsən qaldıra bilir. Amma PK atma da, qaldır sonra. Yox, PK atsan eləyənməyəsən. Qaldır sonra PK at. Basamıram axı, heç kəsi dəvət eləmək olmur. Qoy bu 55 saniyə qutarsın da, qaqa. Yuxarıda 55 saniyə var, görsən. Qələbə dövrü. O qutarsın sonra. Mən heç bilmirdim. 5 nəfər də deyəsən qaldıra bilirsən. Çıxılı olacaq amma onlar. Ya elə 2-2-yə ya da daş olsaydı bir də mırtdaşardı oyuna. Bax, nə maraqlıdır. Yəni, qardaşın sualını görək tapa biləcək bu. Kişi, tərəzi və qadın. ChatGPT. Və görək nə deyir. Kişi, tərəzi, kişi və qadın. Deməli, səbəblər. Tərəzi kişisi ilə oxatan qadın adətən uyğun cütlüklər hesab olunur. Tərəzi kişisi daha sakit, romantik və balans sevən olur. Oxatan qadın isə azad ruhlu, enerji və məcara sevən olur. Hər ikisi ünsiyyətə və gəzməyi sevir, bir-birini sıxmadan münasibət qura bilər. Amma çətin tərəfləri də ola bilər. Oxatan qadın çox sərbəst olmaq istəyir. Mən deyən də burada nə istəyir onu edirlər. Tərəzi kişisi isə bəzən qısqanclıq və ya qərarsızlıq göstərə bilər. Uzun münasibət üçün qarşılıqlı hörmət vacibdir. Yəni düz gəlmir qardaşım. Ata Abdullayev nədir ala? Ata Abdullayev qayıdıb. Salam mələküm. Ata çıxıb deyib bütün günü video çəkmir bura. Amma mən xəbərim yox idi. Sənin canındadır ata. Yox, gördüm orada dəvətlərin siyasını nafiqət elədim. Götürmədi. Hə, adam qoşma. Atanı nə edirsən? Atanın nə işi var burada, bura? Bizə ata lazımdır. Yox, amma Девушка budur, присоединит. Qız qoş, burada ruski yazışını. Вот Kristina var, Kazaşkadır. Görək girəcək. Sən də var orada, sən qoş da.
Nə mən də qoşuram da səni də görürəm orada basırsan. Lina, görək bu kimdir Murad? Bu Lina. Olya. Olina bo, Olina bo, Olina bo. Eşitmisən Murad? 100% Brad. Nintendo. 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 Mən Nintendo Murad Mani mahnısını axıyım. Mani. Eşitmisən mahnını? Конечно, Brad, mən Nintendo həvəskarıyam. Bassadı da Murad Nintendo. Həm də Brad Nagano'dur. Qaqa bizim musiqi duyumumuz, psixologiyamız eynidir. Fikir versən Murad, çox şeylərimiz üstə düşür. Brad, mən belə bir smasın bu şeyi çoxdan tutmuşam. Yəni bir eyni halda olan insanların maraq dairəsi də eyni olur, həyata baxışı da eyni olur. Sağ ol Əhmədzadə, sən necəsən Brad? Xoş gəldin. Biz nə heç kəs oynamaq istəmirəm Brad səni. Yox, indi bu Rövşən saçını niyə əşdirib ki? Pulsuzdur Brad ona görə. Doğrudan deyirəm axı o havaydı. Qaqa, deməli bir gün Roş sən vurdu ki, bəs qardaşın sənə qonaqlıq vermək istəyir, bəs gəl günə. Ay Roş, nə qonaqlığı? Yox, dur gəl günə sənə qonaqlıq verəcəm. Nəsə getdik bunlara şeylədim, o yüz bu yüz nəsə bir video danışdıq haqqında. Dedim gecədə oturaq da. Dedi sən kabab, ürəyin kabab istəyir qardaşım. Dedim ki, hə, niyə istəmirəm? Rayondan gəlmiş adamım. Bakıdayım, bura gedə oturaq kabab yeyək də. Buralarda kafe var. Mən də pulum var ha. Ay yox. Yox, mənim bir qardaş var. O mənə qonaqlıq verəcək. Gedək ora. Dedim ay qardaş sürdü, bir saat sürdü, hiyəyi, probkada apardı mənə Sumqayıta. Akası Sumqayıtda o restoranın böyüyü məni görmək istəyirmiş. Deməli, adı bunun, dadı mənim oldu. Apardıq sağ olsun, qardaş qonaqlıq verdi. Biz otduq, yedik, içdik, duda, suda. Yəni, belə adamdır o. Roş, qardaş, çıp poxun yeyəndə o adam cibindən bir qəpik çıxmır. Rush Life-dan gedir söhbət. Hə, qaqaşım, deyəsən ondan gedir söhbət. Mən belə tanımıram şəxsən. Əlinə qaz yumurtası alır, düşür bura. Şəhərin canına belə. O boyda kanalın olar, o boyda kontentin olar. Nə bilim ya qardaş, bu adam nə düşün? İçəridə bir yerdə olmuşuq. Hansı içəridə, brad? Lambada. Geçen şey var ha brad. Musikisi var. Hayır brad. Aha. Bu yaxşı değil brad bu. Cavan vaxtlarında bura gecə klublarına gedirdim, mahnım qoydum, qızlara dedim oynayın. Nə oynadırdım bura, düzgün qabanda. Özdə qəşəng bura, o twerk oynayan qızlar bunu babat oynayırdı bura. O belə eləyirdi, o belə, geç olurdu bura. Belə, şapalaq çala oynadırdı bura. Oynayırdı, o da özü üçün şapalaq çaldı. Salam, tanı değil beni. Hadi üzün görsən biri, alnın görsəni. Onun elə ən belə gözün baxımlı yara alnıdır da bura. O alnı ilə məşhur olub da. Alnı raf bilir. Sən deyirəm. Mənim nəyim görünür? Alnın qaşların görsənir, üzün görsənmir. İndi görsən. Gözlənməsin, kökəlibsən. İdmana başlamışam da. Dedim da içingiz idmansız bəl.
İdmana Rafı gedirəm. tanıyırsan, Raf müəllimi? Yox, dən baxım. Nətər yəni tanımırsan ki? Abdullah Sən zat oradan tanıdım. tanımırsan Rafı? Tanımadım, yox. Oy. Sən Nə bu bileyim. ümumiyyətlə sən Azərbaycanda televiziyada da baxmamısan? Baxmıram ki, Allah haqqı. Gəl Rafın bir mahnısını qoysam tanıyarsan, mahnısını qoysam tanıyarsan. Repçidir. Gözəl mahnısını qoyacam da. Repi xoşlayırsan, repi? Yox. Necə musiqilər sən xoşlayırsan? Çingiz, o baha bu havada deyiləm. Nastrena, sizin Nastrena deyiləm. Gözəl Rafın mahnısını qoyum tanıyarsan. Sıracı tanıyarsan. Peykanı gəl Sıracı bilirlər. Peykanı tanıyarsan. gəl bilirlər. Siz 200, mən tək. Tanıdın? Oradan mısın? Tanıdın? Var burada işləyirsən. Bu ne yaptın? Sən bu mahnıya qulaq asırsan, bilmirsən ki, mahnını oxuyan kimdir? Yox, Allah haqqı yox. Bu, elə ancaq mahnıya qulaq asırsın, səsi qulağınıza gəlir. Bu kişinin bütün Azərbaycan tanıyır, Azərbaycan fəxridir. Birazdan mən də bozbaş picture olacağım. Ya, bozbaş picture. Bozbaş picture olmağa ehtiyac yoxdur. Ay Çina. Salam, salam. Şal ekran tıklayın da. Բայց nada. Ay, adın nə idi? Yadımdan çıxdı sən Allah. Gün yam dəqiqə adımı Dolça bürcü. Sahilə. Hay Sahilə. Sən Allah elə bil ki, servantın üstündə oturmusan. Balkondayam. Balkonda? Hə. Vallahi elə biləm ki, servantın üstündə oturmusan. Elə görünür ya buradan. Başın patoloqa dəyir. Tam onu deyir Allah haqqı ilə yayında olanlar. Bizlə balaca olduq ala. İndi Sahilə şir ürəyi yiyib də ikimizlə oynayır. Dolça bürcü deyə burada o da. Hə, bayaqdan onu demək istəyirəm. O da dolçadır. Yox, Baksti. şir bürcüdür. Mən sənə nə dedim bura? Dolça bürcünü aldatmağa nə var bura? Dünyada ən tez aldanan bürcüdür də dolça. O sənə kim deyirsə yalan deyir. Əlbəttə yalan danışır. Mən deyirəm ki, naborada elə şey ola bilməz. Dolçanı heç kim aldada Dolçanı bilməz. heç bir kəs aldada bilməz. Xeyr, elə bir şey Yox, yox. mən deyirəm ki, Aysa deyirəm ki, dünyada dolça bürcünü hər adam aldada bilməz. Bir dənə mən, hə? Tıklayın uşaqlar, tıklayın. Mən ölüm canlıda nə qədər adam var Sahilə? Yığıb batalyonla gəlmisən yenə. Vallahi 100-150 nəfər idi, sizlə qoşuldum, qaldı 50. Allah saxlasın bizi fələkdən. Sən Nənəni deyəsən burada ağlasın deyirsən, hə? Çingiz. sərin Ölçüdən küləkdən. kənardasan, hə? ¿Quieres comer tacos de pollo? Tacos? Pollo. You? In casa? You gusta? Me. You gusta me no problem. Ajá. I go in Qayıtdım Aha. da. Qayıt zar, qayıt. Aha. tomate. Mhm. Onda in dos minutes after I to go. Go. Me too, okay? Dos minutes. Mən niyə buz daşıram? Bütün istini göz üstümüzə Allah götürün. saxlasın bizi. Sahilə özü əvvəllər köhnə Brad Katerjanda Bəşvarovskoy ideya ilə yaşayan adam olubdu Hadi bura. yaxşı. Sahilə Axşam- bəş axşam xırdalayan elə. vaxtları var idi. Həmişə canlısına girirdim, Qoca adı xırdalayırdım. Sahilə, hə? Çingiz. İndi şey eləyir. Amma Sahilən bir şeylə xoşum gəlir ki, bəzi qızlar kimi şey eləmir də, demir də, da mən namaz qılam, ibadət eləyirəm. O bəziləri var ya, Brad. Sahilə özü də Bakılıdır. Bakılıydın da Sahilə deyəsən. Yaddaşın güclü damam canım. Bakıdan Özü deyəsən sağ- Siyəzləndən idin, dağlıydın. Siyəzlən idi yoxsa Hada yox. yox? Məşdağa haralıydın? Binəqədi. Binəqədi. Məşdağa oxşamır. Məşdağadır bülbülə, bülbül qonubdur gülə.
Ala yergə tütəyini filə salıb bizi müşkülə. Sən hansı ölkədəsən? Mən Meksikada. Orada qaldın da. Meksikanın Los Angeles şəhərində. Eşitmisən Meksikanın Los Angeles şəhəri? Yox, eşitməmişdim, amma indi eşitdim. Ay sən. Cancun idi, brat, yoxsa nə idi? Merida'dayım Murat, bir dəqiqə, Merida'da. Merida. Merida hansısa bir şeyin adı diye. Mifologiyada tanrı qadının adıdır. Olar Murat, olar. Merida Murat çox istidir. Kimdən gəlir? Rauf səndən... Hə, düzdür. Mən çıxıram, qardaş, onsuz da çıxıram. Yox, nə çıxırsan? Day qal, oyun qutarır da. Hə, xərəşəm. Gözlə 22 saniyə Rauf, mən də çıxıram da qaqa. Gedirəm dükkana. Baqqala gedirəm Murat, baqqala. Türklər deyir baqqal. Baqqalçı amca, baqqalçı amca. Hoy hoy, baqqalçı amca. Hey hey, baqqalçı amca. Rauf səni də tanımağıma. Qarşılıqlıdır. Gecəniz xeyrə qalsın. Sağ ol Sahilə, sağ ol. Bay bay. Sağ olun. Rauf, sənə bir söz soruşum. İndiyə qədər alnından öpən olub sənin? Bu günləri Yox, indiyə qədər. deyən yadıma salım. Dünyaya gələndən bu günə qədər. Brat, birinci 5-6 ili bilmirəm. O yadımda qalmır. Yadımdadır. Zahar Belə yazır olma- ki, Bakılı nə temadır? Nətər? Bilmirəm, burada Zahar yazır ki, Bakılı nə temadır? Bakılı yerli bazlıq teması. Hə. Dedi Nə Zahar. istədirəm, o görüb də onsuz da. Rahat çəkim. Ну что, Чина, побежали? Давай, да, брат, я иду в Оксо. Тут только Оксо продается. Брат, zarfasız burada bilsən nətərdir? İstədiyin şeyi ala bilmirsən ki, dükana gelsən. Hər dükanda bir şey satılır. Yəni, mən gedim Oksodan toyuq ala bilmirəm. Yəni, orada olanların çeşidləri çox olur deyə bir yerə yerləşmir, yoxsa nə? Yox, yox, brad, yəni icazə yoxdur. Məsələn, hər dükanın bir şeyi satmağa icazəsi var. Ondan o tərəf şeyləri o sata bilmir. Нихуя себе, я не знал об этом. Da, brad. Круто. Все, Чина, rad был тебя слышать, родной. Mən o dediyim adamla qoşulanda sənə şeydir Buna bir də, dənə sən... bunun bu sualına da cavab ver, sonra get. Deyir, o qızla e-mailini, Bakılı temasını niyə elədin? Brat, o temanı sən elədin də, sən cavab ver. Brad, oradan mən o temanı niyə açdım? O temanı indi Zahra açıqlama verin. Mən qorxuram, Zahra Rusiyadadır, Brad. Özdə deyəsən, paydaya yaşayır, qaqam. Mənim qulağımız adımı kəsdirər, ona görə olanı deyim. Zahra, Rauf da Bakılıdır. O qız da Bakılıdır. Yəni, Raufla o qızı tanış edirdim, ona görə dedim. Üzürlü hesab elə, Zahra. Rusiyada ya, Urusiyetdə zəhmət olmasın. Rusiyyətdə. Yox, mən Zahrun şəklinə baxdım, həqiqi qorxdum Zahrun şəklinə baxdım, belə... Mən heç baxmayıb qorxuram. Hə? Mən heç baxmayıb qorxuram. Biri də yazıb ki, Çingiz Raufun qolunu yıxa bilərsən. Hə, burada da yazmışdı. Raufun, Brad, orta ayağını yıxa bilmərəm, Brad. Allah üzümüzə baxıb. Rauf, amma zarfasız, Brad, o ev var ha, sənin o yaşadığın ev. O, Brad, köhnə evə oxşuyur, özü şeylər, risunkaları zaten hamısı stardır da, hə, Brad? Brad, 1910-cu ilin evidir, 480-də patologdur. O qıraqdakı, Brad, o şey var, o bəzəklər var, o da əvvəldən qalmadı, hə? Hayır, Brad, köynələr damısı. Brad, super evdə, elə hündür evlər qəşəngdir. Yoxsa indiki, Brad, sıçan yuvasına oxşuyur. Balaca kutuya oxşayan evlərdir, Brad. 100%, Brad, mən ona görə özüm səhv Balaca tikəcəm. osturan kimi də iyi bütün otağa yayılır. Burada yenə but edirdin, yoxa çıxırdı iyi. Sonra hoppanırsan oraya satmaq üçün. Brad, обнимаю тебя. Будем на связи. Oldu, Brad, hərəli. Давай, Brad, давай, пока. Görüşərik, davay, Brad. Sağ olun izləyicilər, mən getdim, Brad, dükana.